Allah'ın en sevdiği bürçlərdən biri Dolça vardı. Dolça bürcündə olan insanlara, diqqətlə fikir verin onlara. En duygusal insanlardı. Dolça bürcündə olan insanların pislik hormonları yoxdur. Ancaq yaxşılıqlar üçün yaranıblar. Bir Dolça bürcündə olmaq doğrudan çox xoşbəxtçilik yaşamaqdır. Bir Dolçanın sədaqəti bütün astrolojiyanın sədaqətindən üstündür. Dolça xəyanət etmir, yalan danışmır, safdır, allanır. Bir Dolçanı allatma. Sən Dolçaya dəyər verib Dolçanı sevsən, Dolça bürcündə olan insan səni dünyada ən xoşbəxt insan edər. Dolça bürcündə olan insanlar rəqib tanımayan insanlardır. Hər bir bürcdən xəyanət gözləyə bilərsən, amma Dolçada yoxdur. Hər bir bürcdən yalan da gözləyə bilərsən, amma Dolçada yoxdur. Hər bir bürcü yarı yolda qoya bilərsən, amma Dolçanı qoya bilmərsən. Səbəbini də deyim sənə. Çünki Dolça özünə ən gözəl sevdirən bürclərdən biridir. Bir insan həddindən artıq sənə xoşbəxtçiliyi verirsə,